Baxın, deyir ki, Peyğəmbərə salavatın səmərələri. Peyğəmbərimə salavat edən uca Allah salavat edər. Uca Allahın salavatı isə bəndəsinə rəhməti və dərgahında mələklər yanında tərifləməsidir. Sən deyəndə ki, Allahümmə salli və səllim alə Muhammed, Allah sənə salavat edir. Allahın salavat da nədir? Səni mələklər yanında uca dərgahında tərifləməsi. Həmçin mələklərin salavatı. Yəni, mələklər Peyğəmbərimizə salavat gətirən üçün dua edirlər. Onlara salavat gətirirlər. Günahların bağışlanması, Allah salavat gətirən şəxsin günahlarını bağışlayar. Əməllərin saflaşdırılması və təmizlənməsi, salavat əməlləri saflaşdırır və təmizləyir. Subhanallah. Peyğəmbərimizə salavat dərəcələrin yüksəlməsi, qiyamət günü Allah salavat gətirən şəxsin dərəcələrini ucaldar cənnətdə. Günahların bir daha bağışlanması, mələklərin istiğfarı, salavat gətirən üçün mələklər altdan bağışlanma diləyərlər. Uhud dağı qədər savabın yazılması salavat gətirən üçün bu qədər savablar yazılar.